çağırış edir hakimiyyət ki, İlham Əliyevə qarşı bəyanat verən Mandaniyə qarşı petisiya başladıblar. Yazıblar ki, Xocalıda qadın körpələrimizi nə bilim neynəyən, qatilləri, caniləri müdafiə edən New York meri Zöhrəb Mandaniyi susturmaq hər birimizin borcudur. Baxın, Xocalıda, baxın, belə bir şey paylaşır. Elə bir Xocalı qatilini İlham Əliyev buraxmadı ha. Cibinə də bir paçka $100 qoydu. 10.000 dollar. Baxın, Xocalının qatilini də göndərdi İlham Əliyev, ətrafını da göndərdi, bayrağımızı yandırmağa yanacaq da göndərdi, getdilər bayrağımızı yandırdılar. İlham Əliyev hamımızın namusunu zorlayır. Xocalı qətliamının komandiri Xaçaturyanı buraxmaq belə hamımızın namusuna sataşmaq deməkdir. Qeyrətimizi, onurumuzu əzmək deməkdir. Baku TV, İlham Əliyevin ən populyar kanalı. Görək nə deyir? Xocalıda qadınları, uşaqları qətlə yetirən caniləri müdafiə edən, Qarabağdan könüllü öz xoşuna köçən ermənilərə dəstək duran New York meri Mamdaninin cavabını verək. Bu linkə daxil olaq, petisiyada səsimizi verək və etirazımızı çatdıraq. Bu işdə hamımız bərabər olaq. Belə kürkçükləri saldılar ortaya ki, bəs petisiya verək, Qarabağda ermənilərə görə bizə New York meri İlham Əliyevə cinayətkar deyib petisiya verək. Güya Amerika ermənipərəst siyasət yürüdür, New York meri, Washington meri İlhama cinayətkar deyibdi, erməniləri yerləşdir deyibdi, güya deməyib, erməniləri yerləşdir deyib. Petisiya deyil verək. Xaçaturyanı kim buraxdı? Hansı köpək oldu orada petisiya verən? Xaçaturyanı kim buraxdı? Xaçaturyanı Washingtonun meri buraxdı? Yoxsa New York'un meri buraxdı? Xocalı soyqırımında qadınların qarnını yarıb, uşağını çıxardıb, yerinə pişik balalarını doldurub, belə o tikanlı məftildən belə tikdirən, qadınları zorlatdıran, bütün kişiləri zorlatdıran, öldürtdürən Xaçaturyan deyildim. Xaçaturyanı kim buraxdı? Washingtonun meri buraxdı. Onlar qələt eləyirlər, başlarında daşa döyürlər. Heç kim petisiya qoşulmasın. O petisiya bilirsə addan familiya ilə qoşulurlar. Ora qoşulanlara divan tutaram. Hakimiyyətə gələn kimi ora qoşulanları qadınlı kişilə axtalayıb birbaşa deportasiya eləyərəm. Afrikanın mərkəzi ölkəsinə. Birbaşa onlar üçün köhnə gəmilər var ha. O birini yadınızda da Türkiyədən sürüdür, Çin aldı apardı ha. Gəmini apardı, o təyyarə daşıyan gəmi eləyəcək Türkiyədən, Qaradənizdən. İnan Allaha elə bir köhnə gəmi alaram. Oğraşlar var ha, oğraşlar. Hamınızı dolduraram o köhnə gəminin içinə. Buraxaram sizi Atlantik okeanına. Britaniya eləyib ha. Elə biz bunu qabildən başqa eləyən olmuyor. Britaniya eləyibdir. Gəmi. Neçə min adam gəmidədir, mühacir. Torpağa qoymurlar ayağa dəyməyə. Elə bir gəmi alaram, çoxdur dünyada elə gəmi. Bütün Azərbaycanda 5.000'dir, 10.000'dir, 20.000'dir. O Nuhun gəmisi kimi, sizin o trolları yığaram o Titanik gəmisi kimi. Buraxaram Atlantik okeanına, Hind okeanına. Orada da itə verilən yal kimi, hansı ki, bugün xalqın yarısı ondan yaxşı yemək yemir. Elə yal verərəm ha sizə. Petisiya qoşulun, İlhamı sıxışdırıblar. Dəlisiniz siz. İndi xalqa səslənirəm. Ey Azərbaycan xalqı, namusu şərəfi olan hamısı bəyənsin, bu videonu paylaşsın. Xalqın maaşının qaldırılması üçün bir dəfə də olsun səsini çıxartmayan Tula Əliyev mediası təbliğat aparır. Xalqa çağırış edirlər ki, gəlib Zöhrəb Mandaniyə cavab vermək üçün petisiyaya da səs versinlər. Xalqı səsləyirlər ki, girin Zöhrəbin səhifəsinə, ona etirazlarınızı bildirin. Mən xahiş edirəm, hamıdan xahiş edirəm, Amerika, Avropa, dünyanın hər yerində olan Azərbaycanlara xahiş edirəm. Hamınız girirsiniz, Zöhrəb Mandani yazırsınız, Zöhrəb Mandani, New York meri, onun şəxsi səhifəsinə girirsiniz, Zöhrəb Mandaniyə təşəkkür edin. İlham Əliyev qatildir, quldurdur, xalqa soyqun. Hər cürə İlham Əliyevə qarşı ürək sözlərinizi yazın.